Salam. Bugün Khan Akademi web səhifəsindən bir dərsi sizə təqdim edəcəm. Dərs ingilis dilində hava haqqında işlədilən söz və ifadələrdən bəhs eləyir. Ümumiyyətcə dərs 5 hissədən ibarətdir. İlk hissədə sözlərlə tanış oluruq. Məsəl üçün ilk sözümüzə baxaq. Sunny, Burada sözün tələffüzünü görə bilərsiniz. Sözün aşağı hissəsində bir nümunə cümlə verilib və digər səhifədə həm sözün, həm də cümlənin tərcüməsi ilə tanış ola bilirsiniz. İndi növbəti mərhələyə keçirik. Burada isə sözləri düzgün tərcümələri ilə, mənaları ilə uyğunlaşdırmaqdır. Məsəl üçün baxaq. Burada indi mən vaxt getməsin deyə bütün hamısını tamamlamayacağam, amma tamamladıqdan sonra davam et düyməsini vurub növbəti mərhələyə keçə bilirsiniz. Həmçinin hər hansı bir səbəbdən mərhələni tamamlamaq istəmirsinizsə, sadəcə olaraq bu mərhələni ötür düyməsi ilə digər addıma keçmək mümkündür. Üçüncü mərhələdə isə əvvəldə öyrənilən söz və ifadələri mənalarına uyğun olaraq düzgün boşluqlara yazırıq. Məsəl üçün indi baxaq. On Monday we see a clear sky. The morning is sunny and the weather forecast is good today. Bitirdikdən sonra isə aşağıda yoxla düyməsini vuraraq öz nəticənizi öyrənə bilərsiniz. Mən boş buraxdığım üçün bu cavablar səhv olaraq götürülənib, düzgün olduğu təqdirdə isə yaşıl çərçivə içərisində göstərilir. Növbəti dördüncü mərhələdə isə dinləyərək sözlərin düzgün formasını, yazılış formasını yazmaq lazımdır. freezing, snowy, thick fog, Yazıb bitirdikdən sonra yenə yoxla düyməsini vuraraq nəticəni öyrənirik. Səhv olduğu təqdirdə mötərizənin içərisində düzgün forma göstərilir. Düzgün olduqda isə yaşılla işarələnir. Ən sonuncu mərhələdə isə sözlərin düzgün ingiliscə izahını tapmaq lazımdır və düzgün izahı tapdıqca bu səhrada olan çubuq adamı gətirib su hövzəsinə çıxartmaq mümkündür. İndi baxaq. Freezing. İndi yenə vaxt getməsin deyə mən bunun hamısını işləməyəcəm. Bu şəkildə həll edirsiniz və əgər digər dərslər də sizin üçün maraqlıdırsa, ana səhifəyə keçid edə bilərsiniz. Burada lüğət dərsləri başlığı altında 5 dərs, dinləmə dərslərində isə 20 dərs mövcuddur. Bugünkü dərsin də linkini aşağı açıqlama hissəsinə qeyd edəcəm. Sağ olun.